Salam hər kəsə, belə bir sualın həllinə baxaq. Demək, üfüqi müstəvidə sükunətdə olan 2 kiloqramlıq cisimə təsir edən sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti 800 Newtondur. Cismə şəkildə verilən formada 6 Newton, yəni ədədi qiyməti 6 Newton olan qüvvə təsir edirsə, cismə təsir edən sükunət sürtünmə qüvvəsi neçə Newtondur? Bu məsələdə iki məqam var ki, onlara diqqət etməliyik. Demək, birinci məqam ondan ibarətdir ki, cisim sükunətdədir. Yəni, cismin sürəti 0-a bərabərdir və cismə təsir edən sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti 800 Newtondur. Yəni, əgər cismə təsir edən belə deyək də, qüvvənin qiyməti, dartı qüvvəsinin qiyməti 800 Newtondan böyük olarsa, cisim artıq hərəkət edəcək və artıq orada biz cismə təsir edən qüvvə sürüşmə sürtünmə qüvvəsi olacaq. Amma cismə təsir edən qüvvə 800 Newtondan kiçik olarsa, cisim sükunətdə qalacaq. Yəni, cismə təsir edən qüvvə nə qədərdir? 6 Newton. Cisim sükunətdə qalır. Yəni, yenə də V bərabərdir 0. Əgər bir də təkrar edirəm, qüvvəmizin qiyməti 800 Newtondan böyük olarsa, cisim hərəkət edir. Əgər 800 Newtondan kiçikdirsə, bizim halda 6 Newtondursa, onda cisim yenə sükunətdə qalacaq və sükunət sürtünmə qüvvəsi də nəyə bərabərdir? Dartı qüvvəsinə, yəni cismə təsir edən dartı qüvvəsinə bərabərdir. O da eləyəcək, sürtünmə qüvvəsi də eləyəcək 6 Newton. Cavab eləyir D variantı. Bəyənib abunə olmağı unutmayın. Çox sağ olun.